Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Həcər müəllimə. Bugün ARTE tərəfindən paylaşılan biologiya sertifikasiya nümunələrini birlikdə istədik sizinlə paylaşım. Birinci sual, ali bitkilərdə yarpaqların müxtəlif formalı olmasını hansı elm sahəsi öyrənir? Təbii ki, formanı öyrənirsə bu morfologiya elmi olacaq. İkinci sual, yarpağın hazırladığı üzvi maddələr kökə doğru gövdənin hansı hissəsi ilə axır? Əgər söhbət üzüm maddələrinin hərəkətindən gedirsə, flayema ilə daşınmış olacaq. Üçüncü sual, hansı heyvanların xarici skeleti yoxdur? Buğum xarici xitin skeleti vardır, foraminiferlərdə çanaq var idi, xərçəng həşəratlarda da xitin skelet vardır, başı xordalların isə daxili skeleti vardır deyə xarici skeletləri yoxdur. Dördüncü sual, hansı aləmin nümayəndələrində çoxhüceyrəliyə təsadüf olunmur? Bakteriyaların heç bir nümayəndəsi çoxhüceyrəli deyil. Beşinci sual, şagirdlər təcrübə üçün şüşə qaba bitki və əhəngli su yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşlar. Müəyyən vaxt keçdikdən sonra əhəng suyunun bulandığı aydın olmuşdur. Bu zaman onların öyrəndikləri prosesi və istifadə etdikləri tədqiqat üsullarını müəyyən edin. Deməli, burada diqqət edəcəyiniz qaranlıq yerə qoymuşdur. Buna görə də fotosintezdən söhbət getməz. Çünki fotosintez işıqda baş verən idi. Tənəffüsü öyrəniblər və tənəffüs zamanı ayrılan karbon qazı əhəngli suyu bulandırmışdır. Kalsium karbonat əmələ gəlmişdir. Buna görə də və bunu bulandığını müşahidə ediblər. Deməli, proses tənəffüsdür, müşahidə və eksperiment yolu ilə aparılmışdır. Altıncı sual, tropizm, taksis və refleks. Xarici qıcığa qarşı bir hüceyrəli heyvanın yer dəyişməsi taksisdir. Deməli, 2, daha doğrusu belə yazaq da, 1, 2, 3. 2 demək olacaq A. Xarici təsirlərə qarşı orqanizmin istiqamətlənmiş yer dəyişməsi, bu da yenə də taksisdir. Xarici amillərə qarşı bitkilərin müəyyən hissəsinin yer dəyişməsi bu tropizmdir. Çünki bitki müəyyən bir hissəsi ilə qıcığa cavab verir. Çox hüceyrəli heyvanlarda qıcığa qarşı cavab reaksiyası artıq refleks adlanmış olacaq ki, bu da D. Düzgün cavabımız olacaq A variantı. 7-ci sual, 35 timinli nukleotidə malik DNT molekulunun replikasiyası baş vermişdir. Replikasiya yəni DNT-nin ikiləşməsi. Replikasiya zamanı alınan molekullarda cəmi neçə adenin nukleotidi iştirak etmişdir. Molekulda əgər 35 timin varsa, deməli 35 dənə də adenin nukleotidi vardır və DNT bildiyiniz kimi 2 zəncirlidir. Ümumilikdə molekulda 35 timin var, 35 adenin var deməkdir. Bu DNT-nin ikiləşməsi zamanı hər zəncirindən yeni bir DNT molekulu əmələ gəlir. Və bunların hər birində 35 adenin nukleotidi olarsa, toplamda 35, yəni 70 adeninin nukleotid iştirak etmiş olur. 8-ci sual, hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətərlərinin minimum sayı cəmi 60 olarsa, bu diploid orqanizmin somatik hüceyrələrinin xromosom yığımı neçə olar? Orqanizmin diploid olduğunu bildik. Meyoz birinci bölünmənin metafazasında 2N qədər xromosom vardır və hər xromosoma bir dənə vətər teli birləşir. Meyoz 1-in sonunda 2 hüceyrə əmələ gəlir və meyoz 2-nin metafazasında artıq o 2 hüceyrənin xromosomlarına vətər telləri sentromer hissədən birləşmiş olur. Və onlarda xromosom sayı N qədər olur. N qədər xromosom varsa, meyoz 1-in sonu 2 hüceyrə əmələ gəlmişdir axı. Deməli, meyoz 2-də 2 dənə hüceyrə var və hər birində N qədər xromosom var. Və bir xromosoma hər iki qütbdən vətər teli birləşdiyinə görə 2N qədər xromosom birində, 2N qədər xromosom birində toplam 4N qədər xromosom olur meyoz 2-də. Və proseslərdə ümumi dediyinə görə meyoz 1-də 2N, meyoz 2-də 4N olarsa, toplam 6N qədər vətər teli birləşmiş olur və 6N bərabərdir 60 olarsa, N də bərabərdir 10 olacaq. Bizdən diploid orqanizmin somatik hüceyrəsinin istədiyinə görə onun N-i əgər 10-dursa, deməli 2N-i də 20-yə bərabər olacaq. Düzgün cavabımız olacaq A variantı. Hərçənd ki, burada variantlar işarə olunmayıb, bunun hər halda A variantıdır. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, o zaman bir yumurtadan 3 dənə yumurta əkizi çəkmiş oluruq. Və minimum neçə blastomerin olduğunu
Blastomerin olduğu mərhələdə yarana bilər. Bu tip suallarda həmişə minimumdan soruşur. Çünki bir zigot bir dəfə bölünəndə 2 blastomer əmələ gətirir. Əgər bu blastomerlər bir-birlərindən ayrılarsa 2 eyni yumurta ikizi əmələ gələr. İkinci dəfə bölünəndə 4 blastomer əmələ gəlir. Buradan 1, 2, 3, maksimum 4 dənə demək eyni yumurta ikizi əmələ gələ bilər. Və bizdə də 3-dür. Çünki bu bir dəfə də bölünəndə 8 olacaq. 8 dənəyə qədər əmələ gələ bilər. 3 dediyinə görə minimum sayla götürsək, deməli 4 blastomer olduğu mərhələdə olmuş olacaq ki, buradan 3 dənə uşaq düzəltmək olar. Yəni olacaq düzgün cavabımız C. 10-cu sual. Bu sual düşünürəm yanlış gedib. Demək, birinci cüt aorta qövsü verilmişdir. Bu sürünənlərə aiddir. İkinci, sol mədəcikdən çıxıb sağa doğru əyilən qövs varsa bu quşlara aiddir. Üçüncü, sol mədəcikdən çıxıb sola doğru əyilən varsa bu da məməlidir. Və 2 deyir timsahdır. Timsah xeyr, sürünəndirsə, sürünən buradadır. Timsah 1-ə aid ola bilər. İnsan 2 deyil, bu quşdur. Göyərçin 1 deyil, sürünənlərdir. 3 şimpanze məməlidir. Ona görə düzgün cavabımız bu olacaq. 11-ci sual. Epifizin hazırladığı hormonun hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcılığı. Epifiz bilirsiniz ki, daxili sekresiya vəzidir. Daxili sekresiya vəzlərinin hazırladığı hormonlar qana ifraz olunur. Qana ifraz olunduqda isə demək, birinci kapilyarlar gətirir onu venaya, vena aparacaq, yəni o venada, venoz qana qoşulur, vena damarına gəlir. Sağ qulaqçıq yuxarı boş venadan gəldiyinə görə sağ qulaqçıq, sağ mədəcikdən ağciyər arteriyası ilə gedəcək və böyük qan dövrana çatandan sonra hədəf orqanlarına çatacaq. Bu düzgün ardıcıllıq birinci variantda verilib. 12. İnsan orqanizmində daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır? Daha çox bədən boşluğunda yerləşən orqanlar sistemi həzm sistemidir. Ağız boşluğu, döş boşluğu, qarın boşluğu, çanaq boşluğuna qədər demək, bu boşluqlarda həzm sistemi orqanlarına rast gəlinir. Söhbət sistemi aid olan orqanlardan gedir və dil həzm sisteminə aid olan orqan kimi ağız boşluğunda yerləşir. Düzgün cavabımız dildir. 13. Çin quşağı sümüklərinin sayı ən çox olan şimpanze, deməli primatlara aiddir. Çin quşağında 4 sümük var. Qurbağa, bunlarda döş sümüyü də Çin quşağına aid olduğuna görə 2 körpü, 2 kürək, 2 qarğa, bir dənə də döş sümüyü vardır. İnsan da primatdır. 4 dənə 2 körpü, 2 kürək sümüyü vardır. Yarasada da yenə eynən. Göyərçində isə 2 körpü, 2 kürək, 2 dənə də qarğa olmaqla 6 dənə sümük var. Və bizdən də ən çox olan istədiyinə görə cavabımız olacaq qurbağa. 14-cü sual, sualların yeri deyəsən qarışıb. Protozoozlara aiddir. Protozoozlar bir hüceyrələrin törətdiyi xəstəliklərdir. Basil bakteriyadır, askaritdir, exnikokdur. Bunlar qurtdular. Qoturluq isə buğumayaqlıların törətdiyi, buğumayaqlıdır, yəni gənədən söhbət gedir. Liamblə isə parazit bir hüceyrəlidir. 15-ci sual, hansı orqanizmlərdə digər canlılarda rast gəlinməyən qidalanma tipinə rast gəlinir? Bu kimi variantlarda daha rahat olar ki, bakteriyaları seçəsiniz. Çünki bakteriyalarda xemosintez var. O digər canlılarda rast gəlinməyən qidalanma tipidir. 16. Hansı orqanlar sisteminə aid olan orqana qarın boşluğunda təsadüf olunmur? Tənəffüs sistemi orqanı qarın boşluğunda yoxdur. 17. Ürəyin 1 saniyəlik sikli şəraitində 512 tənəffüs hərəkəti baş vermişsə, kalkulyatorumuzu götürək. Deməli, 512 tənəffüs hərəkəti baş verib. İstəyirsiniz bunun cavablar dəqiqə ilə olduğuna görə 512-ni bölərəm 16-ya birinci. 512 bölünsün 16 bərabərdir 32 dəqiqə. 32 dəqiqədə qulaqçıqların sistolosuna nə qədər vaxt sərf olunar? 0.8 saniyəlik siklda qulaqçıqların sistolosuna 0.1 saniyə vaxt sərf olunur. 1 saniyəlik ürək sikli deyil. Açıqlaması ilə yazıram, biraz uzun gedə bilər. Məqsədim odur ki, sonradan sual gəlməsin bu hissədən. 1 saniyəlik ürək siklində qulaqçıqların sistolosuna x qədər. X də bərabərdir. Deməli, 1 bölünsün 8. O da 0.125 saniyə. 0-dan 125 saniyə demək vaxt sərf olunur qulaqçıqların sistolasına. 32-ni qulaqçıqların sistolasına deyil. 32-ni birbaşa da bölə bilərdimi?
8'e. Yəni 0,32-ni buradan da bölə bilərdim. 32-də x 1 saniyə idi. 32-ni də böləndə o da 4 dəqiqə. Belə də olmaq olar. Amma elə yazdığım ardıcıllıqla getsəm, o zaman 1 saniyədə 0-dan %25 saniyə qulaqçıqların sistolosuna sərf olunursa, 1 saniyəlik siklda 32 dəqiqədə nə qədər olacaq? Bunu da böləndə eləyəcək 4 dəqiqə. Dəqiqəyə çevirsəniz 4 dəqiqə olmuş olacaq. 18 parasimpatik sinirlər artırır. Parasimpatik bilirsiniz ki, bir dənə həzm sisteminin işini sürətləndirir, digər orqanların işini zəiflədir. Ona görə burada həzmə aid olan variant həzm şirələrinin ifrazını gücləndirir. 19 boğumayaqlara aid hansı fikir səhvdir? Boğumayaqlarda demək qanı toxuma mayeəsi ilə qarışır. Zəhər vəzlərinə malik nümayəndələri var. Bəli, məsələn, hörümçəklər olsun, zəhərli cücülər olsun. İfrazat orqanları başda yerləşə bilməz deyir. Niyə ki, xərçənglərin ifrazat orqanı başında yerləşir. 20. Əgər canlılarda tumurcuqlanma yolu ilə çoxalma baş verirsə, bu canlılar tumurcuqlanma yolu ilə bir maya göbələyinin çoxaldığını bilirik, bir də hidranın çoxaldığını bilirik. O zaman bir hüceyrəli göbələkdir və çox hüceyrəli heyvandır demək olar. 21. Canlıların neçəsində hərəkət orqanı var? Quşun hərəkət orqanı qanaddır, yarasanın hərəkət orqanı qanadı vardır. Evglena xlamidoma da mən də öncə düşündüm ki, bunlar hərəkət orqanıdırlar, amma qamçı hərəkət orqanoididir. Kələm kəpənəyinin hərəkət orqanı var, bir də ördək burnunun hərəkət orqanı vardır. Toplam 4 dənə variantda hərəkət orqanına rast gəlmək olar. 22. Hansı xromosom mutasiyası deyil? Xromosom mutasiyasını bilirsiniz ki, 4 növ var. Sahənin qeyri-homoloji xromosomlarda yer dəyişmə etməsi, ikiləşməsi, çatışmazlığı 180 dərəcə çevrilməsi, amma xromosom sayının artması genom mutasiyalarına aiddir. 23. Verilmiş variasiya sırasında əlamətin orta qiyməti necədir? Məktəb dərsliyindən, 10-cu sinif dərslikdən verilmiş şəkil üzərindədir. Necə hesablayırsınız? Deməli, 3 vurulsun 3, yəni bax bu hissələri bir-birindən vurub, 4 vurulsun 7, üstə gəlsin 5 vurulsun 15, üstə gəlsin 6 vur 25, üstə gəl 7 vur 23, üstə gəl 8 vur 13, üstə gəl 9 vur 9, üstə gəl 10 vur 5. Bölünsün. Aşağıları toplayırıq. 3 üstə gəl 7, üstə gəl 15, üstə gəl 25, 23, 13, 9 və 5. Yəni yuxarıdakıları vurub toplayıb aşağıdakı toplanmış rəqəmə bölsəniz, altdan %58 alınır. 24. Mitoz bölünmə nəticəsində yaranır. Deməli, mitoz bölünmə nəticəsində yaranır. Erkək qızının qametləri çünki protal haploiddir. Buna görə də qametlərini mitozdan yaradır. Bir dəqiqə yığım. Quş mamırının sporları meyozdan yaranır. Bunu götürmüş. Qatır quyruğunun yarpaq hüceyrəsi demək mitoz bölünmə nəticəsində yaranır. Planların sporları meyoz bölünmə ilə yaranır. Meyoz bölünmə ilə yaranır. Bir dəqiqə. Hə. Sonra planosporları dedik, sfagnosporları, onlar da meyoz bölünmədən yaranır. Quş mamının ayaqçıq hüceyrələri yaranır, bir də protal hüceyrələri yaranmış olur. 1, 3, deməli 1, 3, 6, 7. Nə variantıdır bu? Artıq nə variantıdırsa odur. 25. Diheterozigot, böyük ya, kiçik ya, böyük və kiçik və ətirli noxud bitkilərinin çarpazlaşması zamanı. O zaman böyük ya, kiçik ya, böyük və kiçik və hər ikisi eyniymiş. Böyük ya, böyük B tipli qamet məhv olarsa, birinci nəsildə çiçəklərin rənginə görə neçə fenotip, neçə genotip. Qeyri-allel genlərə görə qarşılıqlı təsir mövcuddur və genlər ilişik deyirlər. Yəqin ki, hər iki fərdin böyük ya böyük B qametinin məhv olmasını nəzərdə tutur. O zaman birinci fərdin əmələ gətirdiyi böyük ya böyük B, böyük ya kiçik B, kiçik A, böyük B, kiçik ya kiçik B qametlərdir. İkinci tərəfində əmələ gətirdiyi qametlər eynidirlər. Və kiçik ya kiçik B. Əgər hər ikisinin böyük ya böyük B genotipli qameti yaşamaq qabiliyyətinə malik deyilsə, o zaman bunların üzərindən xətt çəkirik. İndi gəlin görək, alınan birinci nəsildə baxırıq. Məsələn, bunu birinci bundan çarpazlaşdırırıq. Kiçik B'lər. İkinci və bunu böyük ya kiçik ya böyük B kiçik B ilə bir də böyük ya kiçik B-lərlə çarpazlaşdırıram.
İndi bu birisi fərdə baxırıq. Yenə böyüyə, kiçiyə, böyük B, kiçik B. Bura bir dənə 2 atsaq əvvəlinə eyni genotip alınır. Kiçik A-lar, böyük B-lər. Kiçik A-lar, böyük B, kiçik B. Sonra bu fərdə böyük A, kiçik A, kiçik B-lər. Yəni bundan alınır. Elə qarşısına 2 yazsaq. Böyük A, kiçik A, böyük B, kiçik B. Bu eyni genotip alınır. Bir də kiçik A-lar, kiçik B-lər. Deməli, biz bunu ağ rəngdə görürük. Çünki komplementar təsir vardır. İki dominant gen olmalıdır. Bunu qırmızı rəngdə görürük. Ağ rəngdə görürük, ağ rəngdə görürük, ağdır və ağdır. Yəni, nəsildə 2 dənə fenotip alınır. Genotipə baxırıq. 1, 2, 3, 4, 5, 6. 6 dənə də genotip alınmış olur ki, düzgün cavab demək birinci A variantıdır. 26. Hansı cinsiyyət xromosomlarına malik qametlərin birləşməsi zamanı Klinefelter sindromlu insan yarana bilər? Klinefelter sindromlu XXY-dir. O zaman bu verilənlərin içərisindən bu variant XXY-dir. Deməli, belə bir fərdlərin çarpazlaşması zamanı fenotip, genotip alınar deyir, dominantlıq tamdır, ilişiklik pozulmamışdır. İlişiklik pozulmayıbsa, deməli, yəqin ki, dominant genlər bir xromosom üzərində ilişiklidir. O zaman xromosomun üzərində yazırıq böyük A, böyük B, böyük C, kiçik A, kiçik B, kiçik C. Və bu çarpazlaşıb böyük A, böyük B, böyük C, kiçik A, kiçik B, kiçik C. Əgər ilişiklik pozulmayıbsa, o zaman bu fərd ikiz sort qamet verir. Böyük A, böyük B, böyük C, bir də kiçik A, kiçik B, kiçik C. Eynən bu da eyni qametləri verir. Böyük A, böyük B, böyük C, kiçik A, kiçik B, kiçik C. Və çarpazlaşdırdıqda alıram böyük A-lar, böyük B-lər, böyük C-lər. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Bunu da yenə bundan çarpazlaşdıranda eynisini alacaq. Kiçik A-lar, kiçik B-lər, kiçik C-lər alınır. Və bizə də deyir ki, neçə fenotip? Yəqin ki, tam dominantlıqdır deyir. Bəli, dominantlıq tam olduğuna görə dominant fərdlər, dominant genlər hər ikisində olduğuna görə bu bir fenotip verir. Bu da bir fenotip. O zaman burada 2 fenotip vardır. Genotipə gəldikdə isə burada 3 cür yazılış forması var. Deməli, genotipimiz də olacaq 3. 2 fenotip, 3 genotip olacaq, deməli, B variantı. Hansı sümüyün və ya sümüklərin sınması zamanı şina qoyulmaz? Şinanın ətrafların sərbəst hissələrinə qoyurlar ümumiyyətlə. Və burada demək verilən döş sümüyü gövdə skeletidir ki, ona şina qoyulmaz. 29. Nisbi kütləsi 450 min olan DNT molekulunda hidrogen rabitələri var. Adenin nukleotidlərinin sayını istəyir bizdən. Demək, DNT molekulu nukleotidlərdən təşkil olunur. Bir nukleotidin kütləsi 300 olduğuna görə 450 mini bölürəm 300-ə. Eləyir 1500 nukleotid. 1500 nukleotidimizdən hidrogen rabitələri bərabərdə nukleotidlər üstə gəlsin, guanin düsturu ilə keçsək. Hidrogen rabitələrini 1700 verib, nukleotidlərimiz 1500 üstə gəlsin guanin. Buradan da guaninin sayını tapmış oluruq 200. Deməli, 1500 nukleotidimiz var. Bunun 200'ü guanindir. O zaman 200'ü sitozindir. 1500'dən 400 çıxanda qalır 1100. Onu da 2 ilə böləndə 550 dənə adenin, 550 dənə də timin nukleotidi vardır. Adeninin sayı demək 550 olmuş olacaq. 30-cu sual. Seleksiyaçı aldığı diploid xromosom yığımına malik olan sortda endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zamanı anafazı. Mitozun anafazasında demək xromosom sayı 2 dəfə artır. Endosperm normalda 3N-dirsə, mitozun anafazasında 6N olur. 6N bərabərdir 48-ə, N də bərabərdir 8-dir. O zaman 2N də bərabər olacaq 16 və bizə də deyir ki, xromosom sayı kök hüceyrəsində, yəni bir somatik hüceyrədə xromosom sayı nə qədər olur? Elə 16 olmuş olacaq. Yəni diploidin tapdıq. 31. Virusların törətmədiyi xəstəlikləri seçin. Taun bakteriyadır, qızılca virusdur, çiçək virusdur, vəba bakteriyadır, difteriya, ekzema. Demək, törətmədiklərini deyir bizə. Hə. Törətmədikləri 1, 4, difteriya 5, quduzluq deyil, angina skarlatina deyil, ekzema da yox.
O zaman olacaq 8, 1, 4, 5, 8. Deməli bu variantdır. 31. 32. Eyni miqdarda götürülmüş noxud. O zaman x deyə işarə etsək, soğuduqdan sonra çəkisi 95 qram, kiloqram olur. X qədər noxud varsa, x qədər sudan da eləcək 2x. X qədər qardalı varsa 0,5 x qədər su udacaq, eləcə 1,5x. Su ilə birlikdə kütləsi. X qədər darı varsa 0,25 x qədər su udacaq, bu deyəcə 1,25x. Və bunları toplasaq 4,75 x bərabərdir 95 olmuş olacaq. Düzəlmiş kütləsi, bir dəqiqə bunu bölüm. Demək, 95 bölünsün 4,75 x də bərabərdir 20. Deməli, hər birinin kütləsi, quru kütləsi 20-dir. O zaman bizə deyir ki, darı toxumlarının quru kütləsi nə qədərdir? Hər hansı birini sorursaydı 20-dir. 33. Mezozoy erasında baş vermiş aramorfozları seçin deyir. Mezozoy erasında demək ki, qat mayalanma baş verib təbaşirdə. Spermlər yaranmışdı bu paleozoyun devonunda. Çılpaq toxumlar paleozoyun devonunda. Məməlilərin yaranması mezozoy erasındadır, triasdadır. Əsl quşların yaranması oradadır. Dişicik çiçək yaranıb təbaşirdə yaranıb. Haploid endospermdə devonda yaranıb. Yəni nə oldu? 1, 4, 5, 6. Yəqin ki, B variantıdır. 34-cü sual. Canlılar süd vəzi var. Süd vəzi yoxdur, çəngəl sümüyü var. Məsələn, bu bir quşdur. Süd vəzi var, çəngəl sümüyü yoxdur. Bu onda uçmayan hər hansı bir məməlidir. Süd vəzi vardır. Üçüncünün də süd vəzi də yoxdur, çəngəl sümüyü də yoxdur. Bu olsun, məsələn, balıq olsun amfibilər olsun, nə bilim, sürünən olsun ki, bunlarda bu deyilənlər yoxdur. Deməli, düzgün fikir istəyir bizdən. Dərisində heç bir vəzi yoxdur. Əgər bir quşdursa, büzdün vəzisi vardır. 2 suda yaşaya bilməz deyirik. Məməlilərdən, məsələn, niyə su məməliləri var da, balinadır, kaşalotdur, delfindir, səhvdir. 3 onurğaya malik olmaz. Onurğalı heyvanlar götürülə bilər. Onurğasızlar da gedə bilər burada. Burada bizə canlı onurğalı və yaxud da onurğasız olduğu qeyd olunmayıb. Amma onurğalı da bura qoya bilirəmsə, onurğaya malik ola bilməz, səhvdir. Eyni tipin nümayəndələri ola bilər. Əgər bunları qeyd eləmişəmsə, eyni tipin nümayəndələrdir. Hamısı xordaldır. 35. Meşələrdə yanğınların baş verməsi canlıların sayına böyük təsir edir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsədə uyğun hesab olunur? Çox sadə sualdır. İnsanlar arasında təbliğat aparmaq lazımdır. Sadəcə. 36. Həm produsent, həm də konsument ola bilər. Yəni demək istəyir ki, özü də üzüm maddə sintez eləyə bilər, həm də hazır qidalana bilər. Milçək tutan bitkisi, hər hansı bir həşərat tutan bitkini də qeyd etmək olar burada. 37. Antropogenə qədər olmamışdır. Həşəratla tozlanma bunlar daha öncədən baş verənlərdirlər. Çənaltı çıxıntı isə nitqin əmələ gəlməsi ilə əlaqədar antropogəndə meydana çıxıb. 38. Eyler-Venn diaqramında X-in yerinə yazmaq olar. Yəni, bir virusla bir ibtidai bir hüceyrəlinin ortaq cəhəti. Nuklein turşusu hər ikisində vardır. Xlorofil viruslarda olmaz, zülala malikdir viruslarda. Lizason vakol isə hüceyrənin orqanoidləridir. 1 və 3 düzgün cavab olacaq. 39. Aramorfozdur. Aramorfozlar nəyinsə yaranması, şəkil dəyişməsi yox. Nəyinsə yaranması bu aramorfozdur. Məsələn, çiçəyin yaranması burada aramorfozdur. 40-cı sual. Çəyilə bitkisinin toxumun endosperm hüceyrəsində cinsi xromosomlar X, Y ola bilərmi? Bu sualı səhv yazan müdavimlərimin canını ala bilərəm. Çünki mən azı bir 500 dəfə bunu dərslərimdə demişəm. Ona görə səhv yazmağınızı gözləmirəm, arkadaşlar. İnanıram ki, düzgün yazırsınız. Çiyələyin dişi fərdi XY-dir, erkək fərdi XX-dir. Əgər 2 dənə Y görürəmsə, deməli bu 2N mərkəzi hüceyrə ilə X sperminin birləşməsindən əmələ gəlib. Çünki XY2 fərqli xromosoma malik olduğuna görə rüşeym kisəsi X-dən də qurula bilər, Y-dən də qurula bilər. Yəni, belə bir xromosom dəstli endosperm görmək olar, əgər ki, Y-dən rüşeym kisəsi qurular və ona X-dən qamet gələrsə. Məsələn,
Maylamada bilavasitə iştirak edən hüceym hissəsi Y xromosomlu makrospordan əmələ gəlmiş olarsa. 41. İnsanın tənəffüs sistemində oksigenin hemoqlobinə birləşməsi baş verir. Təbii ki, oksigenin alveol divarından kapilyara keçdiyi zaman alveolları əhatə edən kapilyarlarda olmuş olacaq. 42. Məməlilərin ifrazat sisteminə aid şəkildə hansı rəqəmlər qeyd olunmuş orqanlar quşların ifrazat sistemində olmur? Hə, quşlarda demək böyrəklər var, bir də sidik axarları var. Onlarda sidik kisəsi və sidik çıxarıcı kanal yoxdur, ona görə də 3 və 4 olacaq. 43. Kişinin cinsiyyət sisteminə aid verilən orqanların hansında və ya hansılarında əmələ gələn hüceyrədə baş verən mutasiya sonraki nəslə ötürülmə ehtimalı var. Bu bir qamet olmalıdır. Qameti də toxumluq əmələ gətirir deyə yalnız X deyə götürəcəyik. 44. İngiltərədə bir qara, bir də ağdərili əkiz qızları, bir ananın qara və ağdərili əkiz qızları dünyaya gəlmişdir. Bu hansı düzgün fikirdir? Əkizlərin əmələ gəlməsi üçün maylamada bunlar böyük ehtimalla ki, ayrı-ayrı ziqotlardan yaranıb. Yəni bir ədəd deyil, ən azı demək bunlar 2 dənə blastomerdən yaranıblar deyə. 2 ziqotdan yaranıblar. O zaman 2 qamçılı qameti olmalıydı. Eyni göbək ciyəsi olmaz, çünki müxtəlif demək yumurta əkizlərdirlər. Somatik hüceyrəsinin xromosom müxtəlifi eyni deyil, yox. Bu ikisi də insandır da, qadındır, ona görə eynidir. Ana bətnində eyni cift deyil, amma morfoloji kriteri, yəni hər ikisi xarici görünüşünə görə növünün fərdlərinə bənzəyir deyə bilərik. 45. Aşağıdakı ifadələri avtotrof və heterotrof nəzəriyyələrə görə qruplaşdırın. Avtotroflar deyirdilər ki, ilk avtotrof yolla qidalanma yaranıb, heterotroflar isə ilk heterotrof qidalanmanın yarandığını deyirlər. Yəni ilk canlılar hazır üzü maddələri istehlak edirdi deyir. Yəni bunlar heterotrof yaradılışın tərəfdarlarıdırlar ki, heterotrof canlılar yaranıblar, hazır üzü maddələr yeyiblər. Yeyib qutarandan sonra görüblər ki, yemək qutarıb və başlayıb avtotroflar yaranmağa. İlk orqanizmlər qeyri-üzvi maddələrdən öz qidalarını sintez edirdisə, deməli bu avtotrofu nəzərdə tutur. Bu nəzəriyyəyə görə ilk canlılar heterotrof idi. Heterotrof nəzəriyyəsinin tərəfdarlarıdır. İlk canlılarda qidalanma, fotosintez və xemosintez prosesləri bu avtotrofun tərəfdarlarının fikridir. Yəni nə oldu indi? Yəqin ki, bu variant olar. 45. Sxemdə biosferdə maddənin dövranı əks olunub. Saprofitlərin fəaliyyəti dayanarsa, yəni bunun ilk olaraq hansı proses baş verir? Saprofitlər çürüdücülərdirlər və bunlar öz çürütdüyü, demək, hazırladığı qeyri-üzvi maddələrdən avtotroflar istifadə edirlər. Ona görə əgər saprofitlər demək, tələf olarsa, saprofitlər tələf olarsa, bitkilər üçün lazımi minerallar torpaqda azalar və fotosintez zəifləyər. Bu 47-ci sualdır, nömrəsi düşməyib. Qrafikdə verilənlərə əsasən düzgün fikirləri seçin. Yayda günün bütün saatlarında fəal olur. Qum sıçanının deməli 9-cu sinif haraydı ora? Bioloji ritm falan olan hissələr orada verilmişdir. Yayda bütün saatlarda fəallıq göstərir. Yay dediyimiz deməli yay ayları da, yəni nə götürək, iyun, avqust, bunlar yay aylarıdırlar. İyulda baxırıq ki, bütün sutkanın fəallığını eyni saxlayırmı? Yox. Bir dəqiqə bunu yığaq. Hə, mən bunun cavablarını harada yerləşdirmişəm görəsən? Bir dəqiqə bunun cavablarına baxım, görüm variantlar nə idi? Variantları burada qeyd etməyi unutmuşam. Hər hansı birini seçməliydik deyəsən. Nəysə, bunu seçə bilmədim. Yox, bunun içərisindən seçərik. Bir düzgün deyil, yəni yayda bütün saatlarda fəallıq göstərmir. Sutkalıq fəallıq aylar üzrə dəyişir. Bu əslində sutkalıq saatlardır. Baxın, burada qeyd olunub və aylar üzrə dəyişir. Hər ayda eyni deyil. Payızın əvvəlində, payızın sonu ilə daha fəal olur. Payızın əvvəli sentyabrdır. Payızın sonu, məsələn, noyabra baxsaq, daha fəal olmuş olur. İstiqanlı canlı olduğuna görə ərzində fəallıq dəyişmir. Yox, dəyişir. Baxın, ona görə 2 və 3 olacaq. 48. Böyüdək bir qədər. Sxemə əsasən düzgün fikri. Produsent, konsument və redusent verilmişdir. Böyütsəm bu hissəni. Demək, bir atomların biogen miqrasiyasında iştirak edə bilməz.
iştirak eləyə bilər produsentlər, yəni bir hüceyrəli olarsa. 2. Saprofit yolla qidalanan canlı ola bilməz. 2. Konsum etdilər, saprofitlər. 3. Virus ola bilər. Ümumiyyətlə, qida zəncirində virusların yeri yoxdur. 2 və 3 eyni aləmin nümayəndəsi ola bilər. Konsum etdilər, məsələn, göbələklər götürsək, eyni olmuş ola bilərlər. 49. Maddələr mübadiləsinin əsas mərhələləri hansılardır? Maddə mübadiləsi dediyimiz xaricdən maddənin qəbulu, orqanizmdə parçalanması və onun tullantı məhsullarının xaric edilməsidir. Ona görə deməli düzgün cavabımız olacaq C. Və səhv etməmsə son sualdır. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrinin sayı eyni olmuş. O zaman x qədər qadına, x qədər də kişinin cinsiyyət hüceyrələri daxil olub və yönəlici cisimciklərin sayı 60-dır. Bir hüceyrə daxil olanda 3 dənə yönəlici əmələ gəlir. Neçə hüceyrəymiş ki, 60 dənə yönəlici, deməli 20 dənə hüceyrə daxil olub. O zaman x-in qiyməti 20-dir, eyni olduğuna görə y-in də qiyməti 20-dir. Dişilərdə bir hüceyrədən bir qamet yaranır, 20 hüceyrədən 20 dənə qamet yaranır. Erkəklərdə bir hüceyrədən 4 qamet yaranır, 20 hüceyrədən 4 dəfə 20, 8, 80 dənə qamet yaranır. Və deyir ki, cəmi neçə qamet alınır? Bunları toplasanız 100 dənə qamet alınmış olur.